Bu gözəl gün münasibətilə müqəddəs və mübarək Qədirxum bayramı münasibətilə başda İmam Zaman ağa olmaqla hər kəsi təbrik edirəm. Allah Taala bu günün bərəkətini bütün hər tərəfə yaysın. Allah Taala bizi Həzrət Əli əleyhissalamın vilayətindən ayrı salmasın. Peyğəmbər və o pak əhl-i beytlə bizi məhşur eləsin. Həm bu dünyada, həm axirətdə ziyarət və şəfaətlərin hamımıza nəsib eləsin inşallah. Gözəl bir gün yaşayırıq. Mübarək Qədirxum bayramıdır. Həqiqətən də İslam dünyasında böyük bir əzəmətli gündür və Qədirxum günü böyük vilayətin, əzəmətli vilayətin təcəlli etdiyi bir gündür. Qədirxum zahirdə bir çöllüyün, yerin adıdır, amma əslində Qədirxum vilayətin parıldadığı, vilayətin zahir olduğu bir gündür və həmin gündə Həzrət Peyğəmbər öz yerinə Həzrət Əli əleyhissalamı təyin edir və buyurur ki, mən kuntu mevla fəhəzə Aliyyun mevla. Mən kimin mevlasıyamsa, bu Əli onun mevlasıdır.